Sabahınız xeyir olsun kızlar. Bugün çok enerjik bir şekilde vloga başlayırıq biz. Oyanmışıq səhər-səhər saat 8-də. Baxmayaraq bugün iş yok, güc yok. Bir dənə toy var. Amma dedik ki, duraq səhər tezdəndən. İndi gedirik. Bir dənə buralarda görə çoda peçka harda tapırıq. Qəşəng özümüzə qoğaldan zatdan ürəyim elə qoğal istəyir kızlar. Şirin qoğal. Səhər yeməyə. Hə, belə. Ay, Luna da belə kep eləyir özü üçün. Hava da çox qəşəngdir. Hə, Luna? Hara gedirəm, Luna da ora gəlir. Qızlar, belə bir böyük Asi Shop Express nədirsə indi. Oradan bağlamam var. Çox böyük bir iPad bağlamasıdır. Bunun içində elə qəşəng məhsullar var qızlar. Amma bunu ayrı bir videoda çəkmək istəyirəm. iHerb videosu çəkmək istəyirəm. Orada göstərəcəm. Ona görə kanalıma abunə olmağı unutmayın ki, bütün faydalı videolarımdan vaxtında yararlanasınız. Kızlar, deyirəm ki, bu günlərin paltar giyinəcəm. Toya gedəcəm, axı dedim də sizə bayaq. Dedim də deyəsən şeydi. Toya giyinəcəyim paltarı Temu'dan almışam. Normalde bunu deməməliydim. Bahalı yerdən giyinən qızlar kimi davrana bilərdim. Amma ki, paltar çox qəşəngdir. Paltar satendi, atlasdır. Satenlə atlasın arasında fərq var, yoxsa yox bilmirəm. Mən elə bilərəm ki, saten türk dilindədir, atlas amma nə dilindədir bilmirəm. Neysə, boş verin onları. Hə, yəni paltar qara rəngdə, satendir. Çox qəşəngdir. Dünən axşam geyindim əynimə. O vaxta qədər geyməmişdim. Amma Temu bağlamalarımı açanda sizə göstərmişdim ki, mən bunu almışam. Amma əynimdə geyməmişdim. Heç özüm də görməmişdim də. Yəni əynimdə sizə də göstərməmişdim normal olaraq. Hə, indi bu gün onu geyinəcəm. Dünən geyindim, çox bəyəndim. Qızlar, elə bilin ki, paltarı mənim əynimə tikiblər. Uzunluğu da möhtəşəmdir. Yəni balaca bir kablok bu boydadır. Yəni dabanı ayaqqabımın. Ondan geyinəcəm və onunla da çox gözəl durur da. Yəni maşallah maşallah. İnşallah ki, axırda da yaxşı bir şey çıxar ortaya. Saçımın buralardan bir yerlərdən bağlamağı düşünürəm. Belə topuz kimi bir şey yığım. Buraları belə bir şey eləyim. Onu düşünürəm. Çünki boynu belə paltardır. Yəni bu tərəfdə bağlıdır. Yəni açıqlığı yoxdur deyə. Saçımı açıb tökmək, paltarın həm bu hissəsində belə detalı var. Buraları belə bol qalır. Deyirəm ki, birdən yaxşı olmazdı saçımı açıb tökmək. Ona görə ən yaxşısı saçımı elə yuxarıdan yığmaqdır. Nə aksesuar taxacam, nə edəcəm bilmirəm. Onların hamısını sizə göstərəcəm inşallah. Ona görə səhər tezdən durmuşam ki, qəşəng bir vlog sizin üçün çəkim. Kızlar, telefonum 1 terabaytda, yəni ən maksimal yaddaşa malik bir telefondur da, yəni onun tərəfəsi yoxdur. Amma bayaqlarım yazdı ki, kifayət qədər yer yoxdur. Təsəvvür edin, bu vaxta qədər çəkdiyim heç bir şey silməmişəm deyə. Telefonu da almışam oktyabr ayında, indi də aprel ayında, neçə ay eləyir ortada. Yəni bu aylar ərzində çəkdiyim heç bir şey silməmişəm və maşallah olsun, yəni vloglarımı, hər şeyimi telefonla çəkdiyimə görə dolmuşdu. Ona görə videolardan sildim, təzədən başladım devamlı çəkməyə. Qızlar, lookum bundan ibarətdir. Baxın, bunu bacı vermişdi mənə shootingdən. Bunu giyindim, olsa evin yaxınlığına düşürük. Ona görə bu tarz giyinmək okeydir məncə. Hotdog göstərirəm. Qızlar, gəlmişik bravoya. Bir dənə özümə hələ pişirim, qoğal götürmüşəm. Sizə göstərirəm. Börəklərdən çox yemişim. Məncə börək götürməyək. Hə? Nədir? Poğaç, yox, poğaç istəmirəm. Səni götürürəm. Nəyə baxırsan? Başqa nə götürək? Onlardan çox yemişik məncə, ondan götürməyək. Ondan da götürdük. Başqa nə var görəsən? Hadi salçada götürürük. Deməli kızlar, bu da qiymət. Toplamda verdiyi biz 3 manat 98 qəpik. Gəldik kafe shop'a. Buradan bir dənə latte, bir dənə də cappuccino götürdük. Medium ölçüsü. Hərəsinin qiyməti 3 manat 50 qəpik idi. Kızlar, kafelerimizi götürdük. Gedirdik nə ilə?
Gedirik parka doğru. Planımızı değiştik. Çünkü biz güya evə getməliydik. Şirniyyatları falan alandan sonra evə getməliydik. Amma dedik ki, neden de bunu eləmirik. Ona göre kafe götürürük. İndi gedirik parkda içəcəyik, yiyəcəyik. En sevdiğim parklardan biri Heydər Parkıdır bura kızlar. Ne kadar adam var. Ay Allah, gəlirdi ki sakitlik ola. Aslında sakitlik çok güzel bir şeydi ama çok adam var maşallah. Ve bu parkın içinde Yapon bağı var. Bakın, buraya gitmek istiyoruz. Ne bilmiyorum içinde ne kadar adam var, ne var ne yok ama gedək görək yer var mı yok mu? Dayılar oturup dayı var ya. Ama bura çok qəşəngdir kızlar, bakın. Burada normalde sakuralar açır. Deyəsən sakuralar açıb da, töküb də, bağlayıb da. Bir başka yerde oturarıq. Problem değil. Kızlar, biz siz neye fikir verirəm? Bayaqdan baxaraq daha çok yaşlı nəsildir parkda. Yani həqiqətən də zaman deyilən bir anlayış var ki, onlar yaşlı nəsil üçün daha çox dəyərlidir. Yani zamanlarının qədrini bilirlər və bunu yatmaqla keçirmək istəmirlər. Səhər tezdən durmaq ən gözəlidir. Durub belə yürüyüş eləmək. Baxaq görə nəyimiz var. Mənə qoğalımı verə bilərsinizmi Famil bəy, zəhmət olmasa? Teşekkür ederim. Ay, çok geçen görsen. İnşallah daha çok geçen var. Kızlar, içliğine bakın. Çok geçendi. Yani bir dişten vuran kimi, düz iki dişten vuran kimi. İçliği çıxdı üzə. Geçen dəfə Grand Mart'dan almışdıq. Ortasına qoyublar, özü ilə biti üflüyüblər də belə də. Heç nə yox idi içində. Bu çox qəşəngdir. Baxın kızlar, bunun da içi belədir, ağ pendirli. Bundan heç yeməmişdim açığı ilk dəfədə, amma qəşəngdir. Hə kızlar, saçımdan başımdan bir xəbərəm. Bilmirəm nə vəziyyətdəyəm. Çünki külək də vurur burada, amma külək çox qəşəngdir. Yəni soyuq külək deyil. Yaxşı ki gəldik bura, yaxşı ki gətirdik yeməklərimizi. Aldıqlarımızı qoyduq burada, yedik. Çox qəşəng təsir eləyir həqiqətən. Çünki quşların səsi bir yandan gəlir. Gözün yaxşılıq görür, hava çox gözəl, günəş bir tərəfdən vurur. Həftə içi bunları dadmaq mümkün deyil. Yəni ən azından özümə görə deyirəm, yoldaşıma görə deyirəm ki, yəni biz səhər gedirik, işləyirik. Daha doğrusu səhər gedirik işə, axşam yorğun arğın çıxırıq işdən, gəlirik evə. Yəni biz təbiətə nə vaxt görürük? Günəşi nə vaxt görürük? Bir yaşam koçu idi, həyat koçu idi, kim idi? Belə bir şey demişdi ki, insanların ürəyi və ağlı betonlaşır. Bunun da səbəbi odur ki, İnsanları tıkayıblar, yəni beton evlərə. Yəni betonda yaşayırıq, nə bilim 15 mərtəbəli, 20 mərtəbəli evlərdə. Dörd tərəfimiz beton. Və səhər tezdən çıxırıq, gedirik işə. O da yəni plazalarda, nə bilim, yəni onlar da beton. Yəni insanın gözü nəyi görürsə ona çevrilir. Gəl bura. Hə, onu deyirəm ki, yəni insan nəyi görürsə ona da çevrilir. Beton. Ay Allah, hamilədir bu da. Kedidir, kedi, kedidir, kedi. Şirin kedi. Quyruğunu tərpədir belə-belə, yəni ki, onun üçün ləzzət eləyir. Ver. Ay Allah, pendirlə kalbasa yedim. Kalbasaya səs qaydı, hot dog'un içindən çıxardım. Nuş olsun kedi. Kızlar, bu ağaca bakın, çok güzeldi. Elə bir ki, Çin sətdir də bura. Kızlar, gəldik, çıxdıq bura. Gedirik, gördük ki, Araz marketdə indirim var. Arazda bu yolun o biri tərəfindədir. Biz də həmişə çalışırıq ki,
çox şey alanda, çox şey deyəndə ki, yəni 32 dənəlik məsələn tualet kağızı alanda cəmaatı çəkirəm nəfəsi düşdü. 32 dənəlik məsələn tualet kağızı alanda sərf edir də, yəni endirimlə alanda. Bir boy fərqimizə baxın. Tövsiyə edirəm ki, siz marketləri, yəni böyük o Bravo'dur, Arazdır, bunları Instagramlarını izləyəsiniz. Harda nə endirimlər varsa ki, əgər siz ona fikir verirsinizsə endirimdə almağa, oradan da gedib alasınız. Deyirlər ki, bütün tualet kağızları endirimdə idi, amma mənə görə ən yaxşısı Selpak-dır. Qızlar buna baxın, Arazda bayağı qəşəng endirimlər var. Bu 40 manatdan düşüb təsəvvür edirsiniz. Ən qalın, ən qəşəngi, keyfiyyətlisi məncə Selpak-dır. Bu marketdə də toplam 18 manat 49 qəpik pul xərclədik. Gəldi evə, biraz uzanım, dincəlim. Birazdan durub... Paltar yanmaşını taxmışam qızlar, işləyir, səsi gəlir məncə sizə. Götürürəm bu ahtapot ayaqlarını. Bu mənim ən sevdiyim əşyadır, niyə görə? Qabları yuyanda telefonu bura bərkidəcəm, baxacam, orada niyə görünmür? Çox yuxarı eləmişdim. Baxın, bunu belə bura bərkidirəm. Dəqiqə. Baxın qızlar. Buna ahtapot ayağı deyirlər. Familə bayaq deyirəm ki, ahtapot ayağını görməmsə, o da elə bilir ki, nə vaxt almışıq deyə biz onu. Elə bilir ki, yeməyi deyirəm. Biz ahtapot ayağı mən yeməmişim açığı. Famil amma yiyib. Parolümü gördünüz siz mən buradan. Oy. Ya Allah. Qızlar girirəm YouTube'a. YouTube'a girən kimi güldür açıldı. Bir dəqiqə bunu belə eləyək. Hoş geldiniz sevgi atölyeme, sıcacık yuvama. Deməli qızlar, Instagramda da eyni zamanda YouTube'da community hissəsində paylaşmışdım ki, mən bu videoları çəkəndə, yəni bu vlogu editləməmişdən öncə tamına çəkdiyim 121 dəqiqə olub. Şəkil olaraq paylaşmışdım və altına da yazmışdım ki, görək editləyəndən sonra vlog olaraq axırda nə çıxacaq. İzləyicilərimin çoxsu həm Instagramda storyyə cavab olaraq, həm də ki YouTube'da paylaşdığım postun altına rəy olaraq yazmışdılar ki, uzun paylaşın, biz baxacağıq. Bilmirəm fikir vermisiniz ya yox qızlar, çalışıram ki son zamanlar attığım vloqlar uzun olsun. Baxmayaraq ki həftədə hələ ki bir vloq ata bilirəm. Özünüz də bilirsiniz ki mən həftənin 5 günü işləyirəm və 5 iş günü ərzində mən əgər evə gəlib işə gedirəmsə, maraqlı heç bir şey eləmirəmsə, onun vloqunu çəkməyi də mənasını görmürəm. Amma həftə sonları harasa çıxıram, salona gedirəm, nə bilim gəzməyə gedirəm, nələrsə eləyirəm deyə çalışıram ki o günlərimi maraqlı və doya-doya keçirim ki, həm də vloqa çəkim sizlərlə paylaşa bilim. Amma həmçinin də unutmayaq ki qızlar, mən təkcə vloger deyiləm, yəni ancaq kanalım vloqlardan ibarət deyil. Mən həm yerli, həm də xarici onlayn alış-veriş haqqında maraqlı və faydalı videolar bölüşürəm sizinlə. Növbəti videolarımdan biri iHerb haqqında olacaq. Bilirsiniz ki, iHerb Amerikadan, Kanadadan dərmanlar, vitaminlər, makyaj vasitələri, bu kimi şeylərin sifarişi üçün ən gözəl platformadır. Bir də qızlar, siz bu vloqu izləyəndən sonra mən gedəcəm, özümə qəşəng bir dənə təzə tapdığım platformadan sifariş edəcəm. Hansı ki o onlayn alış-veriş platformasından indiyənə qədər heç bir Azərbaycanlı YouTuber YouTube'da heç bir video paylaşmayıb. Yəni YouTube'da axtarmışam, amma heç kəsdə görməmişəm. Qaynar suyla yuyuram qızlar, əllərim ağrıyır, amma qaynarla yumuyanda elə bilirəm ki təmiz olmur. Hələ də abunə olmayanlardan xahiş edirəm ki, kanalıma abunə olun. Kanalıma abunə olandan sonra bütün gözəlliklər nə varsa hamısı sizin olacaq. Zarafat bir yana, day məndə çarə buraxmamısınız ki, mən sizə necə deyim ki, siz mənim kanalıma abunə olasınız. Sadəcə başa düşməyinizi istəyirəm ki, biz burada YouTuberlər olaraq həqiqətən əziyyət çəkirik və çalışırıq ki, sizlər kanalımıza abunə olasınız və dəstək verəsiniz. Abunə sayının artmağı bizim üçün çox önəmlidir. Hər şeydən əlavə birinci növbədə öz inkişafı görürsən. Kanalın bugünü ilə dünənini müqayisə edirsən və görürsən ki, nə qədər izləyici artıb, ona görə də sənin keyfin düzəlir. Keyfin düzələndə də istəyirsən belə elə kontentlər yaradasan ki, də partlayış olsun.
28'də olmalıyam. Kiprik qaynağında qızlar. Biraz kiprik qaynağına bu ay tez gedəsi oldum. Ona görə ki, gələn həftə mən toyda olacağım. Sənin toya O həftə bu həftədir qızlar. Gələn həftə Açığı qızlar, indi danışacağım şeyi heç planlamırdım ki, sizə danışaram. Çünki bəzən elə şeylər olur ki, düşünürsən ki, ayda birdən kimisə çörəyinə bais olaram, günaha girərəm, eləməyim bunu. Amma sonra düşünəndə ki, mənə ziyan deyil, mənim yaxınlarıma ziyan deyil. Dedim, qoy elə izləyicilərimlə də bölüşüm, birdən həmin yerə getmək istəyən olar, qabaqcadan öz işlərini bilsinlər. Nəysə qızlar, bu yaxınlarda təqribən heç bir həftə olmaz ki, biz bir dənə kafeyə getdik. Aramızda olan bir qızımızı təbrik eləmək üçün bir dənə əvvəlcədən tort almışdıq. Getdik ki, orada çay içək. Ona görə də 2 dənə çaynik götürdük. Çayniklərin də qiyməti 6 manat idi. Nəysə qızlar, hər şey əla idi. Getdik, şəklimizi çəkdirdik. Çaynikdə çaylarımız da gəldi. Çayımızı içdik. Tortumuzu doğradıq. Tortumuzu yedik. Durduq ki, indi bizə gətirsinlər, versinlər məbləği ki, nə qədər ödəniş eləyəcəyik. Məbləğ gəldi, çıxdı. Bugün qızlar quyruq yağında kartof bişirəcəm. Quyruğu belə cızbız kimi eləyəcəm. Bilmirəm çatacam ya, yotoya deyəsən yenə gecikəcəm. Saat artıq neçədir? Normalda saat əslində başlamalıydım. İşte hazırlaşmağa artıq 3-ə qalıb, amma hələ də ev işləri görürəm. Qızlar, yadıma düşmüşkən onu da sizə deyim ki, biz qabaqcadan restoranla, yəni kafe ilə danışmışdıq və bildirmişdik ki, biz tortla gələcəyik. Olar ya olmaz. Çünki elə yerlər var ki, kənardan yemək gətirməyə icazə vermirlər. Oranın rəhbəri də kimdir? Bizim qızlardan danışanlar demişdi ki, narahat olmayın. Yəni olar, gətirmək olar tort, amma əlavə servis haqqı ödəyəcəksiniz. Biz də razılaşdıq ki, servis haqqı maksimum nə qədər olur ki, 5% olur, 10% olur. Ən bahalı belə lüks restoranlarda belə 10-15% olur. Ondan artıq olmur. Qızlar, hesab nə qədər gətirsələr yaxşıdır. 50 manat 76 qəpik. Baxın, görürsüz, burada yerləşdirirəm sizə. Hər şey yazılıb da. Biz 2 dənə çaynik çay götürmüşük. 6 manatdan 12 manat eləyir. Ekstra 35 manat vurublar. Adam dəli olur. 35 manat nəyə vurmursan sən? Onu izah eləyə bilmirlər. Ofisiant xanımdan soruşuram ki, bəs bu nə qiymətdir belə? Ekstra 35 manat nə deməkdir? Deyir, müdürümüz sizin xanımlardan biri ilə danışıb, razılaşıblar. Deyirəm, necə yəni razılaşıblar? Qızlar da hamısı yanımdadır da. O qız da deyir ki, müdürü mənlə danışıb və servis haqqını deyib ancaq. Servis haqqı deyib ki, olacaq. Biz də demişdik, okey, olsun servis haqqı. Çəkdə bilmirəm, gördünüz yoxsa yox. 8% bizdən servis haqqı da tutublar. Əlavə olaraq da ekstra yazıblar, 35 manat tutublar. Açığı mən orada ödəməyəcəkdim. Sadəcə olaraq o təbrik elədiyimiz xanım söz-söhbət olmasın deyə, onun üçün oraya yığılmışdıq deyə götürdü kartını, vurdu terminala və ödəniş keçdi. Adama gülməli gəlir qızlar. Təsəvvür edin, 2 dənə balaca çaynik çay götürəsən, 50 manat pul ödəyəsən. Normal restoranlarda belə 50 manata cəmaət çay süfrəsi götürür. Bizim xanımlardan biri oranın rəhbərliyi ilə danışdı. Rəhbərlik dedi ki, gedin hara şikayət eləyirsiniz, eləyin. Biz heç kəsdən qorxmuruq, nə bilim nə. Bizim belə bir dövlətimiz var və bizim hər bir qanunumuz, haqqımız, hüququmuz qorunur. Mən hansı dövlət orqanına nə üçün müraciət eləmişəmsə, bütün şikayətlərimə də baxılıb, bütün istəklərimə də nəzər yetirilib. Bu dəfə də qızlar eləmədik tənbəllik. Biz gördük ki, bu bizi sözlə başa düşmür. Biz də ona görə müvafiq dövlət orqanlarına şikayət etdik. Məncə qızlar, düzgün olan da buydu. Gərək pul qazananda halal yolla qazanasan. Biz də haqqımızı tələb eləmək üçün bu addımı atdıq. Bu arada qızlar, maraqlı gəldisə sizə onu da deyim ki, dövlət orqanından bizə xəbər də gəldi. Həqiqətən şikayətə baxılır da, yəni gedib yerində tədbir də görürlər. Ona görə heç kəsin haqqı heç kəsdə qalmır. Sizin başınıza ümumiyyətlə belə bir şey gəlib və yaxud da belə bir şeyin şahidi olmusunuz. Ümumiyyətlə mənim bu danışdığıma fikirləriniz nələrdir? Mütləq rəy bölməsinə yazın. Sizin də fikirləriniz mənim üçün önəmlidir. Qızlar, bir dənə quyruqlara baxın. Dəhşət acam. Səhər bir dənə parkda yediyimdir. Düzü famil bayaqlarımı verdim, yemək yedi. Amma mən çox acam. Biraz quyruqla belə şey yeyim. Çörək yeyim, özə təndir çörəyi. Yerimiz məlum. Göz haqqınızı halal eləyin qızlar. Bundan bir damcı yeyim, sonra hazırlaşmalıyam. Paltarımı ütüləməliyəm, makyaj eləməliyəm. O qədər iş var ki. Heç nə paltarıma dəyməsin, paltarım ütləndiyi kimi sərgəli şəkildə qalsın deyə özümə belə bir şərait yaratmışam. Bu mənim şkafımdır. Rağına belə bir şey, bunu da Temudan almışdım. Bunu yapışdırmışam. O qədər möhkəmdir. Yəni hər şeyi saxlayar. Bir ton su belə saxlayar hətta. Nəysə, abartmayayım o qədər. Hə, bunu buradan astım. Bu mənim paltarımdır. İndi bunun belə göründüyünə baxmayın. Mən giyinəndə əynimdə görərsiniz. İpini hələ taxmamışam qızlar. İpi də əlimdədir. Belə bir ipi də var.
Qızlar, saat 5-dir və mən indi başlayıram makyaj eləməyə. İstəyirəm sizə göstərim ki, nələrlə makyaj eləyəcəm. Nəmləndirici. Bunlar mənim ən sevimli. Toy, adi gün, yəni hər günə istifadə edilə bilən bir tonal krem əvəzində mən BB istifadə edirəm. O qədər örtücülüyə ehtiyac yoxdur deyə düşünürəm. Bu mənim son günlərin ən sevimli bronzerim olub. Yanağımı kontur kimi bundan istifadə edəcəm. Dodağımı nəmləndirəcəm Nivea ilə, amma dodaq boyasına qərar verməmişəm. Kiko'nun belə 414 olmalıdır. Baxın. Hə, 414 nömrəli belə bir pomadası var. Mən sizə göstərim. Çox idealı bir rəngi var qızlar. Bilmirəm ki, qara paltarla bu qırmızı pomadanı çəkim, amma biraz bu yayılandı. Bir-iki dəfə istifadə eləmişəm cəmisi bunu. Yayılan olduğuna görə deyirəm ki, biraz qorxuram açığı. Biabır olmayam. Ən zəhləm getdiyim şey də dişimə falan pomadanın yayılmağıdır. Ona görə bilmirəm. Bunu mu istifadə edeyim? Amma qızlar, qırmızı rəng istəyirsinizsə, bunu mən düzü çoxdan almışam. Bəlkə də artıq vaxtı keçib. 2 il zad olar ki, bu məndədir. Hələ də istifadə edirəm. Hələ də deyəndə son 1 ildə açığı istifadə eləməmişəm. Elə yadıma gəlir. Bu pastelin heç cür axmayan, necə çəkdinizsə elə qalan dodaq boyasıdır. 607 nömrə olmalıdır. Bunu mən Türkiyədə olanda almışdım. Sonra məndən çox adam soruşdu. Trendyolda da var idi onda. İstifadə qızlar daha doğrusu özlərinə sifariş elədilər. Mat bitişli bir dodaq boyasıdır. Qırmızının ən gözəl tonudur deyərdim. Sonra Temu'dan qızlar belə bir şey almışdım. Lip liner gedir. Dodaq üçün karandaşlardır. 2 rəngi var. Bilmirəm indi bunlardan birini istifadə edeyim. Əslində biraz belə şokolad tonlarında makyaj eləmək istəyirəm. Bu da mənim ən sevdiyim bronzerim olub. Əslində Wet n Wild'dan bronzerim var, amma bu mənim likid ilk bronzerimdir. Belə başqa olmayıb. Bunu Miss Lara'nın Sunkisser şeydi. Bunu Temu'dan almışam. Sonra qızlar, tem paletlərdən bunu Shiglam'ın bu Wonka barını mən almışdım Shein'dən. Ona necə sifariş eləmişəm kanalımda var. YouTube kanalda var. Bu arada YouTube kanalıma abunə olmağı unutmayın qızlar. Bura eləyəndə qoxusu gəlir. Bu arada şokolad qoxur. Baxın, budur. Ay, əlimə batdı. Baxın qızlar, belə bir şeydir. Bu içində özünün konsileri var. Yəni ki, bunu vurursunuz birinci baza kimi. Ondan sonra istədiyiniz rənglərdən istifadə edirsiniz. Belə bir zəri də var içində. İstəyirəm əslində bu paleti istifadə edeyim. Çox qəşəng paletdir. Amma eyni zamanda bu da şokolad temalı bir tem paletdir qızlar. Bu da görürsünüz 3 rəngi qarışdırıb, belə gözün pınarlarına bu rəng, ortasına bu, uclarına da bu rəngi çəkib qəşəng bir şey almaq olar. Amma düşünürəm bundan istifadə edirəm. Nəysə, gedişatda baxacağıq. Bu da mənim ən sevdiyim, teksturası möhtəşəmdir, möhtəşəm. Bu mislindən də bir dənə var idi, istifadə edirdim. İndi son 2-3 həftədir ki, bundan istifadə edirəm. Çox sevərək, yəni istifadə edirəm. Görəcəksiniz üzümdə necə gedir. İndi deyəcəksiniz ki, qızlar, niyə görə yatağın üstünə yığmısan bunu? Niyə görə termonun qabağında makyaj eləmirsən? Qızlar, çünki orada mənə heç cür rahat deyil. Mən əgər sizə üçün, yəni göstərirəmsə bunu, makyaj eləyirəmsə, mən otururam burada, kravatda və özümü baxıram şkafımın güzgüsündən və siz məni yəni elə daha rahat görə bilərsiniz. Mən termonun qabağında otursam, siz məni görməyəcəksiniz. Yəni o açıdan yaxşı çıxmır. Neçə dəfə şey eləmişəm ki, özümə də rahat olsun, görmüşəm yox. Sizə necə rahatdırsa eyb yox. Mənim narahat olsa da olar qızlar. Hə, bunlar mənim ən çox istifadə elədiyim şeylərdir. Bu mən termomun üstünə qoyuram. Bu ən çox istifadə elədiyim fırçalardır. Amma bunlarda istifadə eləyə bilərəm deyə indi hər ehtimal bura qoymuşam. Yəni makyaj eləyəcəyim məhsullar bunlardır. Məncə çox bir şey yoxdur. Amma bunu göstərmədim. Bu çox nadir hallarda bu primerə istifadə eləyirəm. Ancaq toya zada gedəndə, toyda, bayramda düşünürəm ki, hər günə ehtiyac yoxdur. Poraları bağlamaq üçün də xüsusən burun üstünə çənə hissimi vuracağam. İndi başlayaq. Qızlar, bilirsiniz də alüminiumsuz deodorantlar istifadə etmək lazımdır sağlamlığımız üçün. Bunu mən önərə bilərəm sizə. Gönül rahatlığı ilə türklər demiş. Çünki qoruyuculuğu da yaxşıdır. Qoxusu da normaldır və eyni zamanda içində ən əsası alüminium yoxdur. Baxın, 0% alüminium. Qızlar, videonu başlatdım. İndi sizə fərqi göstərmək istəyirəm. Hər dəfə bunu eləyəndə belə mənə əyləncəli gəlir. Hardan yanırdı, işığımız yadından çıxdı. Görmürəm çünki. Yanasam bəlkə. Ay, üzümə bir aydınlıq. Ay, yox. Azaltdıq.
Məncə bu kifayətdir. Hətta biraz azalda bilərəm, yoxsa belə. Neyse kızlar sağ olsun, baxsam ki yəni özümün bütün olan olmayan hər şeyini çıxardı bizə, amma eybi yoxdur. Saçım kızlar belədir, yumuşam, çıxmışam, heç bir şey eləməmişəm. Saçım belə pis gündədir. Belə də deməyək də pis gündədir. Səhər gördüyünüzdə nə gündədir. Üstümə də belə bir şey giymişəm. Arada kızlar çox özürlü sayın, amma ora baxacağım çünki güzgüm oradadır və saçımı düzəldəndə, makiyajımı eləyəndə ora baxmaq məcburiyyətindəyəm. Hə, mən təqribi təxmini belə bir şey, topuz kimi bir şey eləmək istəyirəm bu saçla. Ona görə nə ukladqa eləyəcəm, nə buracam, heç bir şey. Ola bilər ki, axırda bunları belə buram, belə atam bura, belə bir şey eləyəm. Amma indi o da gedişatdan asılıdır. Baxım görüm hələ ortaya nə çıxarda bilirəm ki, bunları da burum. İstəyirəm qızlar saçımı eləyim, sonra makiyajımı eləyim sizlə, sonra da geyinim. Artıq inanırsınız qızlar, 6 yaş deyib, mən belə çıxır ki 6-da bitirməliyəm işimi. Heç olmasa 7-nin yarısına geyim çıxım ora. Gəlinlə bəyi gələndə görüm. Artıq son neçə toylardır ki, mən gəlinlə bəyi gələndə görə bilmirəm. Çünki saat 7-dən sonra gedib çıxıram toya. Bu arada bunları gətirdim. Rezin gətirmişəm. Daraq zat gətirməmişəm də, yəni nə badə. Artıq ikinci toydur ki saçımı bu formada dağınıq topuz kimi yığıram. Kızlar buralardan çıxanlar var ha, qorxmayın ha bunlardan. Bunları boracam, atacam. Yəni maksimum dağınıq topuz kimi bir... Bu qonşu, üstdəki qonşu. Mən nə vaxt belə video çəkmək istəsəm, bunun yadına düşür ki, mən evdə yerləri dəyişməliyəm. Divanla kreslonun yerini dəyişir. Nə bilim, stulla nəyin yerini dəyişir. Həmişə yer dəyişir, yer, sağ olsun. İmkan verməz ki, bir dənə normal işimizi görək. İşıq da elə düşür, sağ olsun, görmürəm. Nə yığmışam, nə eləmişəm. Kızlar burada bu kadar mənim rezinim var. Gedib yapışmışam ən belə pis bir dənə o 40 ilin rezinindən. Elə bir nə olub? Sən demə rezinim var imiş. Saçımı yığdım. İndi pis yaxşı buralarını sonradan düzəldəcəm. Mənə necə görürsüz? Hələ yaxşı görməyimiz mümkün deyil. Belə bir mənim Temudan aldığım, buradan görünür də, hə. Belə bir Temudan aldığım incə buran bir bu niyə düz elədi? Təriflədim səni. Ha, yandırdım. Bayaq da yanırdı da. Orada videoda görürəm yanıb sönür, amma normalda yanıb sönmür. Burada belə sabitdir. Kızlar bununla bu var ha, bunu buradan göstərim sizə. Bunu tam xırda buracam. Görüm, hə, isinir. İndi başlayaq bundan buraq. Görək ortaya nə çıxır. Sonrasını göstərəcəm, nə edəcəm. Əslində qızlar, bilirsiniz ki, hər vloqda çalışıram ki, izləyicilərimdən mənə gələn ən maraqlı suallardan birini ya ikisini cavablandırım. Açığı qızlar, planlaşdırırdım ki, bu vloqda hansı blogerləri izləyirəm, bu haqqda danışam. Amma artıq bir neçə vloqdur ki, bu izləyicim belə bir sual ünvanlayır. Ona görə istəyirəm ki, bu haqqda biraz danışım. Gələn vloqlarda mütləq şəkildə sizin mənə verdiyiniz hansı blogerləri izləyirsən, o sualına cavab verəcəm. Düşünürəm ki, bu suala daha yaxşı, effektiv şəkildə cavab vermək üçün həmin şəxsin özünü tanımalıyam. Amma gözəl izləyicimə belə bir cavab vermək istəyirəm ki, əgər universitet oxumaq imkanı varsa və həvəsi varsa, universitet oxusa daha yaxşıdır. Amma hamı universitetdən məzun olmalıdır deyə bir şey yoxdur. Təbii ki, kollecdə oxumağa dəyər. Qızlar, tanıdığım o qədər adam var ki, əlində diplomu var, universitet bitirib, amma iş tapa bilmir. Amma elə kollec məzunu da tanıyıram ki, çox yaxşı yerdə işləyir. Yəni əsas öz üzərində işləməyi bacarmaqdır. Hə qızlar, saçımı baxın, belə vurdum. Xırda vurdum. Gördünüz mü? İndi bir şey var. Mənim öz toyumdan qalma. Bunu içinə qoymaq üçün maçalka var idi. Qara maçalka. Toyumda istifadə eləmişdim. Bir dəfə də toya gedəndə istifadə eləmişdim. Axırıncı dəfə hər şeyi yığışdırana götürüb tulladım ki, bunu nə edirəm mən? Bunun təzəsini özümə alaram. Amma təbii ki, nə edirəm? Mən almamışam. Yoxdur. Bayaqdan fikirləşirəm, indi bunu eləmişəm, indi mən bunu nə edəcəm? Çünki içinə nəsə qoymaq lazımdır ki, bu bir şiş dursun. Bu belə mümkün deyildi, qəşəng duram. Ağlıma bir siz nə gəldi qızlar? Belə danışırım, özümə gülməli gəlirəm. Familin corabları. Götürdüm familin corablarını. Belə ideya gəldi ağlıma ki, bunun altına familin corablarını qoyun. Famil özü yatıb bu arada, Luna ilə bir yerdə. Biabır olmasam yaxşıdır qızlar. Amma oldu.
İndi bunları açmaq lazımdır biraz. Qızlar qəşəng bir şey alanmaq istəyir deyəsən. Arxa hissəsi belə oldu. İndi o qədər də pis deyil, normaldır da, nə bilim. Mənə linçləyəcəksiniz, deyəcəksiniz ki, bu nədir yığmısan, biz sənə yaraşdırmadıq. Yoxsa deyəcəksiniz normaldır da, yəni belə-belə. Fikirlərinizi yazın, yəni də mən qəbul edirəm hər cür fikri. Amma ən sonda baxında düşünürəm ki, makyajla bir yerdə tamamlaya biləcəm. Qızlar, bilmirəm sizdə də olur ya yox. Evdə yığırsan saçını, heç yerə çıxmırsan da, elə qəşəng saç alınır. Elə bir ki, toya gedirsən də, toya bayrama. Amma o ki çölə çıxacaqsan, bax həmin gün saç olur nə gündə. Narsı, işə zada gedəndə hərdən elə qəşəng saç eləyirəm. Özümə şokda qalıram da. Belə toya zada gələndə elə bil ki, onu eləyən mən deyildim. Bu nədir indi? Qalmışam belə. Famil də yuxudan durdu. Mən hələ saçımı eləməmişəm. Hələ hazır deyiləm. Mən makyaj da eləməmişəm. Baştan ne yaşam? Saçımı eləməyə çalışıyorum. Sən saçım mənkindən qəşəngdir. Bəlkə sən gedəsən də. Bilirəm 6-dır. Qızlar, baxdım yoxdur, baxdım çox azdır, hətta 7-yə işləyib, çox gərgin bir şəkildə, bilmədim neyniyim, saçımı getdim yudum. Bir də belə bir kremim var, bunu da iCrep'dən almışdım. Bundan, bu biraz saçınız əgər danışa bilmirəm, saçınız əgər qıvırcıqdırsa, saçınıza nəmlə vurursunuz, biraz belirgin hala gətirir. Baxın, budur, sizə göstərim. İyi, çox qəşəndir, saçımı quruduram bundan. Bu başlıqla. Bilmirəm məlumat vermişdim ya yox. Toyu olan mənim qrup yoldaşımdır, xanımdır və xətrini həqiqətən də çox istəyirəm və istəyirdim ki, gəlinlə bəy içəri girməmiş, mən də orada olum. Amma təəssüflər olsun ki, yenə tərsliklə üzləşdim. Bu saçıma görə yenə gecikdim. Təbii saçım vallahi hər şeydən yaxşıdır. Bayaqdan nə iş gördüm bilmirəm. Qızlar, birinci nəmləndirici. Mən bu iki rəngi qarışdırıram, istifadə edirəm. 21-dən 23 biraz mənə tünd gəlir, 21 də çox açıq gəlir mənə. Bu dəfə biraz bol istifadə edəcəm, çünki toya gedirəm də, yəni. Vaxt olsaydı bugün sponjlarımı da yuyardım. Amma o vaxt indi yoxdur. Bayaq xanımın verdiyi sualdan bir-iki şey də demək istəyirəm ki, təbii ki, diploma baxırlar, yəni ki, harda oxumusan, neynəmsən, bunlara fikir verirlər. Amma hal-hazırda sertifikat dönəmidir. Yəni ki, universitetdə aldığın təhsil sənə yetərli deyil. Düzü bilmirəm xanım hansı sahəyə marağı var, hansı sahədə işləmək istəyir. Bunları bilsərəm daha yaxşı kömək ola bilərdi. Amma hansı sahə olur olsun, istəyir xidmət sektoru olsun, istəyir nə bilim ofis işləri və s. fərqi yoxdur. Hər bir sahədə sertifikat almaq, yəni həmin sahəyə aid təlimlərdə iştirak eləmək artıq demək olar ki, vacib bir şey olub. Yəni səni digər diplomlulardan fərqləndirən şeylər olmalıdır. Bir də çox adam könüllülük fəaliyyətlərini çox önəmsəmir, amma könüllülük fəaliyyətlərim mənim karyeramda çox önəmli olub. Bolluğuna düşdüm qızlar. 4-5 dəfə istifadə etməli məhsulu yaxdım üzümə. Görməmiş kimi nə olub belə bir axır zamanda. Makyajımı çox sadə eləmək istəyirəm sonda. Əslində olan kontur. Bu tərəflərimi incəltmək üçün görsünüz baxın. Uzaqdan baxıram, yaxına da baxacağım, görməyəcəm özümə. Bir də ki, arada mənə belə suallar gəlir ki, neyinirsiniz, dəriniz bu qədər şüşə kimidir, neyinirsiniz, dəriniz bu qədər qusursuzdur. Amma qızlar, mənim də dərim hamınız kimi müəyyən qüsurları var. Mənim də dərim qusursuz deyil. Bunu həmişə demişəm, indi də deyirəm ki, mən nə vaxt bol-bol su içirəmsə, dərim həqiqətən qəşəng görsənir. Nə vaxt suyu azaldıram, dərimdə müəyyən problemlər çıxır. Görürsünüz necə şüşə kimi olur da, yəni. Mən bu görüntünü çox bəyənirəm. Adam var, mat bitişli makyaj bəyənir. Mən daha çox belə nəm makyajı sevirəm. 01 nömrə. Buradan dark chocolate rəngini götürürəm. Bu.
incə bir şəkildə toxundururam. Çünki dəhşət pigmentli bir tempaletdir. Toxundururam. Belə. Üzümə gəlməsən Allah. Deməli, nə görmüşəm? Bunu belə tutur. Yavaş-yavaş toxundurmaq deyirdim, mən biraz sərt elədim. Baxın, gördünüz ki, kirpiklərimi də əzdim bu arada. Bir dənə belə bu Real Technique'in fırçası ilə belə yayıram. Belə bir şey oldu gözümün üstündə. Məncə bu kifayətdir. İşığım da buradan azalır. İşığımız sönür. İçine kızlar, gözüm tam bu değil tabii ki. Burada bu zər var ha. Bu zərdən indi bu hissələrini vuracağım. Tutsun. Bu ucluqlu. Kızlar, burnumun üstüne de biraz kontur elədim. İndi bu highlighter'dan istifadə eləyəcəm. Bu highlighter'dan da burnumun bu hissəsini keçəcəm biraz. Biraz da ucuna. Əvvəllər əməliyyatdan qabaq bunu eləyə bilmirdim. Çünki burnum daha da göze girirdi, böyük görünürdü. Buna baxın, şirin. Daha göze girirdi, böyük görünürdü. İndi ama əməliyyatda burnumla daha qəşəng görsənir məncə. Biraz da buralarıma düzdür highlighter elədim. Ayda onu da sizə göstərmədim ya qızlar. Bu highlighterla bu hissələrdən keçdim. İndi onun üstündən bir de bununla gidəcəm. Toz highlighterdan gidəcəm. Işığım buradan sönür diye hiçbir şey eləyə bilmirəm daha. Bir de inşallah əynimi giyinəndən sonra sizə göstərəcəm. Başka xüsusi bir şey eləmədim. Dodağımı da inşallah çəkəcəm. Ondan sonra sizə göstərərəm. Ən sonda nə elədim. Evdən 8-ə işləmiş çıxdıq qızlar. 8-in yarısı idi, 8-ə qalmış idi. Getdim, çatdım restorana. Kızlar, açıq gəlmişdim. Böyle yıldan bilmirəm, düz elədim ya yox. Amma məncə belə daha qəşəng oldu. Kızlar, geyimimi sizə tam göstərməmişdim. Qızlar, deməli mən Instagramda belə bir post paylaşmışdım. Yəni Reels paylaşmışdım ki, bəs bəylə gəlinin toy zalını diqqətlə niyə nəzər saldığını artıq çox gözəl anlayıram. Təsəvvür eləyin, həmin videom 400 mindən artıq baxış yığdı. Çox adam öz variantlarını yazmışdı, amma sual verənlər də var idi ki, nəyə anlayırsınız? Yəni bunun cavabı görəsən nədir? Hətta belə rəylər də gəlirdi ki, vallah biz heç salona baxmamışıq da. Məni bilirsiniz hansı cütlüklər anlayacaq? Toyun maddi yükünü öz çiyinlərində daşıyan cütlüklər. Birdən məni səhv anlayarsınız. Qabaqcadan deyim ki, atasının pulu ilə toy eləyənlərdə ayıb bir şey yoxdur. Təbii ki, bu çox normal bir şeydir. Valideynlərin dəstək verməyi. Təsəvvür eləyin qızlar, 2 gənc var, oğlan, qız və bunların gəlirləri maaşdan ibarətdir. Və onlar da özlərinə toy eləyirlər. Təbii ki, toyda axırda pul verməlisən də. Yəni nə qədər yer tutmusan, nə qədər stol açdırmısan, bunların hamısının ödənişini sən eləməlisən. Və bu toy günü sırf bu baxımından gəlinlə bəy üçün çox həyəcanlı olur. Zala nəzər yetirmək əslində bir çox səbəblərdən ola bilər. Qonaqlar əylənirmi? Hər şey qaydasındadırmı? Amma ən əsası da axırda problem yaşanmasın, heç kəs ziyana düşməsin. Kızlar, indi girmişəm içəri. Bir də baxıram ki, evi nə gündə qoyub çıxmışam. Eybi yox, düzəldəcəm. Buradan göstəreyim.
Necə düşmüşəm qızlar? Məncə qəşəngdir. Deyirəm birdən istəməzlər də onlar düşsünlər şəkildə. Ona görə özümü göstərirəm ancaq sizə. Buraları Allah köməyim olsun yığışdırım. Qızlar, mən bugün bunu kəşf elədim. Bunu iHerb-dən almışam, təsəvvür edin. Heç vaxt istifadə eləməmişdim. Saçımı elə qəşəng buruqlarını belə görkəmli elədi, göstərdi ki, baxın, həm qurutmadan nəmləndirərək, daha doğrusu həm saçı nəmləndirir, eyni zamanda baxın, buruqları özünə gətirir. Curl aktivator gedir. Buruqları belirginləşdirən, Azərbaycan nə deyilə bilmirəm, 9 dəfə artırır nəmini. Çox qəşəng bir şeydir qızlar. Gələn dəfə iHerb-dən bunu stoklayacağam. İlk toydu ki qızlar, çox da yorulmadım, çox enerjik oldum. Paltarımı sizə göstərdim. Paltarımı Temudan almışam, sizə dedim. Çox qəşəng paltardı qızlar. Mənim paltarımı yenə soruşdular. Hardandı? Temudandı, amma çox kaliteli bir şeydir. Yəni Temu deyib keçməyin. Bir dənə sizə link də buraxıram, aşağı girin, bir dənə baxın ona. Başqa rəngləri olsaydı mütləq başqa rənglərini götürərdim. Saçımı necə bəyəndiniz? Məncə yaxşı elədim ki, o saçı açdım, yığmışdım buradan. Saçlarımın qıvırcığı tam özümündür, yəni heç bir şey eləməmişəm. Sadəcə olaraq o kremdən vurdum. Bir də o hava feni var, başlıqlı belə. Ondan saçımı qurutdum. Belə qəşəng bir şey alındı. Sırğam da çox qəşəngdir məncə. Sepimi dəyişdirə bilmədim, vaxtım olmadı. Və getdim toya çatdım, yadıma düşdü ki, dodağıma pomada çəkməmişəm. Eybi yox, heç nə olmaz. Qrup yoldaşımda Laylədə var idi belə açıq rəngli, mən belə xoşum gəldiyim tonda dodaq karandaşı, ondan vurdum. Amma yenə də çox da bilinmədi məncə. Belə qızlar, daha bir vlogun sonuna gəldik. Sizləri çox-çox sevirəm. Kanala abunə olmağı, videonu bəyənməyi unutmayın. Özünüzə yaxşı baxın. Ümid edirəm ki, videonu bəyəndiniz. Hələlik.